Cəbhəsi Partiyasının sədri Əli Kərimli də bu məsələyə belə münasibət bildirib. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri deputat Zahid Oruç, Tofiq Yaqublunun həbs edilməsinin gerçək səbəblərini cəmiyyətə açıqlayıb. Zahid Oruç etiraf edib ki, Tofiq Yaqublunun çox saylı həbslərinin səbəbi onun iqtidar əleyhinə şər və böhtanı gündəmə gətirməsi, yəni siyasi fəaliyyəti imiş. Zahid Oruç hazırki hakimiyyət iyerarxiyasında ciddi mövqe tutur. O, Milli Məclisdə komitə sədri olmaqdan başqa da iki mühüm vəzifə daşıyır. Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri olaraq seçkilər arası dövrdə İlham Əliyevin baş təbliğatçısı, seçki kampaniyaları zamanı isə İlham Əliyevin əsas rəqibi vəzifələrini daşıyır. Hakimiyyət daxilində baş verənlərdən ətraflı məlumatı olan bu şəxsin açıqlaması, Tofiq Yaqubluya qarşı quraşdırılmış cinayət işində yeni açılmış hal kimi qiymətləndirilməlidir. Zahid Oruç, Tofiq Yaqubluya qarşı quraşdırılmış cinayət işlərinin saxta olmasına faktiki şahidlik edib. Apellyasiya Məhkəməsi may ayının 20-sində Tofiq Yaqublunun şikayətinə baxan zaman yeni açılmış halları nəzərə alıb, Tofiq Yaqublu haqqında məhkəmə istintaqını yeniləməklə apellyasiya şikayətinə baxmalıdır. Deputat Zahid Oruç məhkəməyə şahid kimi dəvət edilməlidir. Zahid Oruç Pravda Az saytına söylədiyi, Tofiq Yaqublu istənilən müstəvidə ən kiçik məqamda əsassız yerə iqtidar əleyhinə şər və böhtanı gündəmə gətirirdi. O, bununla beynəlxalq təşkilatların hesabatlarında adlarını təsbit edirdi. Buna görə də bir neçə dəfə saxlanılmaya və həbsə məruz qalmışdı sözlərini təsdiqləyəcəyi təqdirdə məhkəmə hazırki ittihamlarla Tofiq Yaqubluya bəraət verməlidir. Çünki Tofiq Yaqublu hazırda güya dələduzluq etdiyinə və sənədləri saxtalaşdırdığına görə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hakimiyyət isə özü Zahid Orucun dili ilə etiraf edir ki, Tofiq Yaqublu hansısa dələduzluq işinə görə yox, məhz iqtidar əleyhinə şər və böhtanı gündəmə gətirdiyinə görə, yəni hakimiyyəti sərt tənqid etdiyinə görə həbs olunub. Hazırda Azərbaycan məhkəmə sisteminin ən parlaq ifşalarından birinə şahidlik edirik. Belə açıq ifşadan sonra da Apellyasiya Məhkəməsi Tofiq Yaqublunu dələduzluqla pul qazanıb kimi həyasız böhtanla həbsdə saxlayarsa, bu ölkəmizin məhkəmə sisteminə ölüm hökmü olacaq. Özünüzü ifşa edib, xalqı da incitməyin. Qanunsuz olaraq şərləyərək həbs etdiyiniz 40 günlük aclıq aksiyasından sonra səhhəti ciddi şəkildə pozulmuş Tofiq Yaqublunu azad edin.